Bundan önceki videoda alqoritmin blok sxemi qurulmasına aid bir məsələyə baxmışdıq. Həmin məsələdə klaviatura ilə daxil edilən 3 ədəddən ən böyüyünün tapılmasının blok sxemini qurmuşduq. Bu videoda isə klaviatura ilə daxil edilən n sayda ədəddən ən böyüyünün tapılmasının blok sxemini qurmağa çalışacağıq. Belə ki, başlaya bilərik. İlk öncə alqoritmi də başladıq. Alqoritmi başlatdıq və biz n sayda dediyimizə görə o sayı bura yazıram. Yəni n dənə ədəd daxil edəcəm. N burada daxil ediləcək ədədlərin sayını bildirir. Hələlik burada kiçik bir boş yer buraxıram və bu şəkildə yazıram. N böyükdürmü sıfırdan? Nə qədər ki n sıfırdan böyükdür, mən bir ədəd daxil edəcəm. O ədədə də gəlin, deyək ki, bu ədəd olsun A ədədi. A ədədi daxil edəndə mənim müqayisə aparmağım üçün nəyəsə ehtiyacım var. Daxil etdik bu A ədədini. A ədədi öncə nədən böyükdür, nədən kiçikdir, bunu yoxlamaq üçün deməli başqa bir nəsə eləyə bilərik. Odur ki, burada fikirləşirik ki, bir dənə A ədədini daxil edək. A ədədini daxil etdikdən sonra elə həmin bu daxil etdiyimiz ədəd deyirik ki, elə olsun max. Bu da bərabərdir A. Bu şəkildə yazdıq. Artıq mən bu A ədədini daxil etdikdən sonra max ilə müqayisə apara bilərəm. Deməli, mənə bir if şərt bloku da lazımdır. Onu da burada yazıram. Həmin bu A max'tan böyükdürsə, o zaman max'ın dəyəri dəyişsin və gördüyü yeni A-ya bərabər olsun. Yox deyilsə, o zaman bu şəkildə gəlsin və sözsüz ki, n sıfırdan böyükdür və burada da biz yazmalıyıq ki, n bərabərdir, n çıxaq 1. N-i bir vahid azaldırıq ta ki, sıfır olana qədər və burada dövrü gətiririk bura. Sadəcə burada nəzərə almalıyıq ki, biz burada n sıfırdan böyük olduğu müddətdə A-nı daxil elədik. N sayda A-nı burada daxil edirik. Axı, A-nın birini də dövrdən öncə daxil etmişdik. Odur ki, burada n plus 1 sayda A daxil etmiş oluruq. Onu nəzərə alsaq, burada n böyük 0 yox, n böyük 1 yazsaq, bu n sayda ədədin daxil edilməsi demək olacaq. Və buradan da gələcəyik burada. Həmin bu ən son aldığımız max'ı tapa verəcəyik və dövrümüzü sonlandıracağıq. Gördüyünüz kimi, klaviatura ilə daxil edilən n sayda ədəddən ən böyüyün tapılmasının blok sxemini də qurmuş olduq. Videoları izləməkdə davam edin. Görüşənədək.